Tariximiz qəhrəmanlıq səhifələri ilə zəngindir. Bu tarixləri isə böyüdən kiçiyə hər kəs bilməli, unutmamalıdır. Lakin belə tarixləri uşaqlara öyrətmək çətin, məsuliyyətli və bir o qədər də qürurludur. Bu zaman onların psixoloji vəziyyəti xüsusilə nəzərə alınmalıdır. Bəs qəhrəmanlıq tarixini azyaşlı uşaqlara necə öyrətməliyik? Qəhrəmanlığı mövzusunu verən müəllim də uşaqları inandırsın ki, onu necə yazmaq lazımdır. Yəni onu şablon, didaktika şəklində yox, daxili belə bir cizgiləri ilə yazsın. Məsələn, Mehdi Hüseynzadə Qafur Məmmədov haqqında və Mübariz İbrahimov haqqında bizim Azərbaycanın milli qəhrəmanı. Müəllim elə başa salsın ki, Mübarizin qəhrəmanlığı haqqında bir dənə detal yazsın ki, o detal uşaqlara daha yaxşı təsir eləyəcək. Nəinki bu ümumi cümlələr. Demirəm bu cümlələr səhvdir, amma ədəbiyyat nöqteyi nəzərdən, qəhrəmanlıq tariximizi öyrətmək nöqteyi nəzərdən uyarlı, tutarlı deyil. Bu tarixlər izah edilərkən uşaq nitqinə uyğun ifadələrdən istifadə olunması daha doğrudur. 6-10 yaş arası azyaşlılara belə mövzular izah edilərkən qəhrəmanlıq əsas deviz olmalıdır. Uşaqlara tarix haqqındakı məlumatları ötürərkən təbii ki, yaş xüsusiyyətlərinə nəzər almaq çox önəmlidir. Burada onların yaş dövrlərinə uyğun olaraq anlatma dərəcəsini seçmək lazımdır. Xüsusilə də müəllimlər və pedaqoqlar bu nüansa diqqət etməlidirlər. Öyrədilmək məqsədi güdən istənilən məlumatı səhnələşdirərək, təbii ki, səhnələrin obrazlarını yumşaldılması və burada səhnələrdə hansı nüanslar uşaqlara ötürmək lazımdır, onlara xüsusi vurğu etmək lazımdır. Müxtəlif şeirlər, hekayələr danışmaq və qəhrəmanların igidliyini nəql etmək, ilkin təsəvvürlər yaratmaq lazımdır. Yaradıcı şəkildə yanaşmaq lazımdır bizim milli qəhrəmanlarımıza. Mənim şagirdim yazmışdı, deyir, bizim əskər haqqında yazır. Deyir, onu güllə ilə vurdular, deyir, o arxaya yıxılmadı. Qabağa yıxıldı ki, bir qarış vətən torpağını udsun, yəni qazansın. Görsən, artıq bu uşağın yaradıcılığıdır. Uşaq artıq o qəhrəmanlığı tapır. Unutmayaq ki, doğru tərbiyə olunan, qəhrəmanlıq səhifələrinin düzgün öyrədildiyi hər bir uşaq gələcəyin vətənpərvər gəncidir. Fidan Eldarova, Əli Abbaslı, Vüsal İsmailova, Səhər Çağı.